Samer, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi münasibətlərin ilk təməl olaraq başlanması və nə üçün, nə səbəb olaraq bitmə fazası. Deməli, ilk təməl münasibətlər həqiqətən qurulan münasibətlərdən söhbət gedir. Başlıqda olaraq səhərə qədər danışılır. Baxırsan, görürsən ki, yatmamısan. Gecədən səhərə qədər sən mesaj o mesaj. Mən atım sənə, oradan sənə. Və səhərə qədər danışılan münasibətdən sonra ki etapda baxırsan ki, istiqanlılıq yarandı. O ki müəyyən pərdə limiti var. Oranı keçəndən sonra baxırsan görürsən triplər. Yəni indiki dövrümüzdə yaman moddadır. Yersiz. Yəni biri var, bir səbəbi var. Plus da səbəb deyilmir. Və bu insan başa düşmür ki, əgər bu ciddi münasibətsə qarşı tərəfə soyuqluq da yaradır. Həm sən soyuyursan, həm qarşı tərəf. Çünki niyə? İnsan indi açıq sözlü olmalı. Bir problem var, səhv var. Tutaq ki, sən səhvsən bu söhbətdə. Qarşı tərəfə bir məlumat verilməlidir ki, bu adamın günahı nədir? Yoxsa o orada küsür, bu burada küsür, ciddi münasibət oldu 0. Və ona görə mütləq şəkildə ən azından bir-birini danışıb dinləməlisən. Hər hansı problemin həllində iki tərəf bir-birini də dinləməlidir. Yoxsa sən o tərəfə qaçsın kes, bu da tərəfə qaçsın geçsin və salam. Ona görə də günü bu gün ailələrin əksəriyyəti bu səbəbdən dağılır. Bir-birini dinləmə söhbəti yoxdur. Kiçik bir problemi necə qarışqanı fil eləyirlər, o məsələ kimi. Kiçik bir problem, o böyük bir qlobal problem. Baxsan ortada problem də yoxdur. Sadəcə çox yersiz bir səbəbdən. Və bu triplərdən sonraki etaplarda nə isə ara düzəlir, danışılır. Yenə bir müddət xırda incimələr, küsmələr, sanki mən sənə pis söz demişəm və sən tərəfdən başlayan incimələr kimi müəyyən bir formalar meydana gəlir münasibətin bu mərhələsində. Ümumən münasibətlərin əksəriyyətinin qırılma nöqtəsi iki tərəfdən birinin bir-birinə qarşı bilmədən edilən kobudluqmu deyim, yoxsa hətta buna hörmətsizlik də ad da qoyardım. O bizim müəyyən etaplı çərçivədən çıxma kimi hallar yaşanır. Bilmədən artıq deyilən hər hansı bir ifadə qarşı tərəf üçün çox ağır ola bilər. O gün mütləq şəkildə deyilən sözlərin hər birinə diqqət etmək lazım. Və ona görə diqqət etməlisiniz ki, hər hansı ciddi ailə qurmaq yolunda gedilən münasibətdə o adamı itirməyəsiniz. Çünki insanlar üçün həqiqətən, yəni o ki deyilir sevgi bir dəfədən artıq ola bilər, hamını sevmək olar. Əslində bilirsiniz, bir dəfə sevgidən sonra, yəni bir dəfə olan şeylərdən sonra ki gələn, yəni həqiqi sevgidən söhbət edir, dərdləşmələr və ya sevincini, kədərini bölmələr kimi növbətlər hər birini o birinciyə bənzədilir münasibət qurulur. Və insan beyin olaraq beynini aldadırmış kimi yox, sevir. Xeyr, sevgi o deyil, sevgi birinciyə qaldı. Bu ikinci, üçüncü, dördüncüləri birinciyə oxşatmaq deməkdir. Bunu heç kim inkar edəməz. Hər kəs düşünsə bunu alar boynuna. Ki, həqiqətən də belədir. Növbətləri birinciyə bənzətmək. Ona görə mütləq şəkildə istənilən bu etaplar, bu fazalarda yersiz yerə triplərdənsə bir-birini oturub dinləmək lazımdır. Və dinləməlisən. Çünki bu kimi qarşı tərəfə olunan diqqətsizlik zaten onu səndən soyudacaq. Bu münasibət heç vaxt ciddi ola bilməyəcək. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz, yaxud hər hansı fikriniz varsa bölüşə bilərsiniz.